Əziz dinləyicilər, keçən videolarımızda olduğu kimi bu videoda da müsahibəyə balaca bir mətnlə başlayacağıq. Bu günlər çox önəmli bir toplumsal və siyasi hadisə ilə üz-üzəyik. 1403 İran Rəis Cümhur seçkiləri yaxınlaşır. Bu dəfə Türk kökənli bir Azərbaycanlı olan Məsud Pezeşkiyan adayların arasındadır. Bildiyiniz kimi son yüzildə mərkəzi hakimiyyətlər Azərbaycanı siyasi cəhətdən zəiflədib, siyasi gücünü alıb, onu siyasi mərkəziyyətdən çıxardıblar. Amma bugün Rəis Cümhurluq adayının Türk olması Azərbaycanı siyasiləşməyə doğru götürməkdədir. Bir tərəfdən də devlətin baskılarından dolayı insanlarda gələcəyə ümidsizlik var və insanlar seçkilərə qatılıb-qatılmamağa qərar verməkdə çətinlik çəkirlər. Bu vəziyyəti düşünərək Azərbaycan Civic Nation ilə ətək yazı ortaq bir proje ilə Azərbaycan məsələsi ilə uğraşıb, bu konuda fikirləşən, bu mövzuda fikirləşən araşdırmacıları, aydınları, fəalları bir araya gətirib onların fikirlərini öyrənmək istəyir. Təbii ki, burada məsələ insanları səs verməyə ya da rəy verməyə təşviq etmək ya da etməmək deyil. Yəni, rəy versinlər yoxsa verməsinlər, bu işə təşviq hədəf deyil. Hədəf nədir? Hədəf duruma açıqlıq gətirmək, məsələnin müxtəlif yönlərinə işıq tutmaq və mübahisəyə imkan yaratmaqdır. Yetər ki, Azərbaycanlılar öz məsələləri haqqında düşünsünlər və mübahisəyə yol açılsın. Bugünkü qonaqlarımız əziz Ayaz İbadi, uluslararası ilişkilər ya da rəvabitə beynəlmiləl mütəxəssisidirlər və əzizimiz Meysəm Badamçı, siyasət bilimci ya da siyasət fəlsəfəsi uzmanı ya da mütəxəssisidirlər. Çox xoş gəlibsiniz. Əziz Ayaz bəy, əvvəl sizlə başlayacağım ilk suala. Sizcə, Azərbaycanlıların və türklərin açısından bu dönəmki seçkilərin qabaqki dönəm seçkilərlə nə fərqləri vardır? Lale xanım, Meysəm bəy və bizi eşidəcək olan bütün qonaqlarımız, hamınızı salamlayıram. Mən bu suala cavab verməmişdən qabaq, əvvəl öz pişfərzim olaraq bu seçimin stratejisini özümə tərifləmək istəyirəm. Yəni, əvvəl bu seçim nədir və İran hakimiyyətinin, Cumhur İslaminin bu seçimdən hansı stratejini qabağa aparmaq istəyir, nə cür düşünübdür, nəyi planlayıbdır, onu anlamaq istəyirəm və yəni öz pişfərzimi ortaya qoymaq istəyirəm və mənim cavablarım o pişfərzə əsaslanacaq, dayanacaqdır. İndi bu stratejini anlatmaq üçün 3-4 məsələni açmaq istəyirəm burada. Ən önəmlisi budur. Son seçimlərdə islah tələblər və onun fikir babası olan Xatəmi açıq bir şəkildə seçimləri təhrim etdi. Seçimə qatılmağı təhrim etdi. İndi nə oldu, nə dəyişdi ki, bu 5-6 ayın içində, 1 il olmayıbdı ən son seçimlərdən sonra, nə dəyişdi ki, Cumhur İslami bir islah tələb adaya səlahiyyət verdi. Bu çox önəmli məsələdir, bunu anlamaq. Bundan sonraki məsələləri ortaya qoya bilmək üçün. Mən Pezeşkiyan səlahiyyəti açıqlandığı ləhzədə özümə belə düşündüm ki, Cumhur İslami Pezeşkiyanı və eyni zamanda islah tələblər də ortaya çıxartdıqları 3 aydalık adaylarından hansı olursa olsun, onu hakimiyyətlə barışmaq qurbanı olaraq düşünürlər. Və Cumhur İslami də bir islah tələb nümayəndəsini bu seçimlərdə islah tələblərlə aranı yumuşatmaq, hakimiyyətin içinə tekrar gətirmək qurbanisi olaraq görürlər. Və bu dəfə Pezeşkiyan bu rolu oynayacaqdır. İlk düşüncəm bu idi. Amma ondan sonra əslində öz fikrim dəyişdi. Cumhur İslaminin islah tələblərlə barışmağa ihtiyacı mı var? Niyə bu dəfə barışmağa ihtiyacı duyur ki, belə bir şey eləsin? Bəs bu mənim zehnimdə tək strateji ola bilməzdi. Daha böyük bəlkə bir şey olmalıydı. Və mən onu dünyanın şəraitinə bağlamaq istəyirəm. Cumhur İslamı açısından çox önəmli şeylər var. İndi dünyada dəyişəcək olan şeylər. Birincisi Trump gəlir və Trump'ın dadından ən yaxşı İran hakimiyyəti anlayır. Bunu Qasım Süleyman'da imtihan edir. Və Trump'dan Trump'ın gəlməsi ilə nələr dəyişəcəyini, nələr ola biləcəyini çox yaxşı bilir. İkincisi və hala devam edən bir məsələ var. Ərəbistanla İsrailin barışma məsələsi. Bu, İran əlindən gəldiyi qədər Ərəbistanla İsrailin barışma məsələsindən
boykot etmək istədi, durdurmaq istədi və bunu başarmadığı üçün bəlkə məncə indi bunu yubatmağa çalışır. Ərəbistanla İsrailin barışması bütün Orta Doğuda çox dərindən dəyişikliklər meydana gətirəcəkdi və bu dünya sahəsində də yansıyacaqdı və İran üçün ölüm qalım məsələsi bir varlıq, İran hakimiyyəti açısından baxımından bir varlıq məsələsi olacaqdı və İran bunun qabağına getmək istədi. Mümkün əlindən gəldiyi qədər, başara bildiyi qədər indiyə qədər yubadıbdı. Amma açılan, deyilən rəsmi tutumlar Ərəbistan və İsrailin rəsmilərinin ağzından eşitirik ki, bu hələ də biz üstündədir və devam edəcək. Cumhuriyet bəs bunun için, bunun devamı için de fikrin olmalıdır. Bunu bəlkə Hizbullahla biraz daha yubada bilər. Amma sonuna kadar edebilmeyecek. Aynı zamanda Trump'la birlikte. Odur ki Cumhuriyet dünya ile biraz yumuşatmaq və barışmağa ihtiyacı vardır ki, en azından bunun qabağına geçebilsin. Bunu da en yaxşı silah tələblərlə oynaya bilər. Sonraki mesele buydu. Ama bir sonraki mesele məşruiyyət məsələsidir. Çünkü bu günlerde çok tikrar olur. Cumhuriyet bəlkə deyirlər ki, məşruiyyətə ehtiyacı olduğu için bu silah tələblərdən bir adayını gətiribdir və seçimə qatılım oranını, nisbətini yüksəltmək istəyir. Bu şekilde məşruiyyətini artıracaqdır. Mən buna qatılmıram. Çünkü Cumhuriyet indiki, hali-hazırki durumda bir məşruiyyət problemi yoxdur. Cumhuriyet qeyri-məşrudur. Bu tamam yerində. Ama indi bir mozel midir gayrimeşru olmak veya Cumhuriyet bir diktatör rejimi olmazsa veya seçimlere az katılmazsa indiki dünya vəziyyətində yox değil. Niye? Çünkü dünyanın vəziyyəti ortadadır. Bir tərəf iki yerde fərqli cənglər var. Ukrayna-Rusiya savaşı, Qəzza savaşı, dünyada ve Avrupa'da sağın ve aşırı sağın yükselmesi, bunların hamısı bahis olur ki İran hakimiyyətinin qeyri-məşru olması çox da dinlendirilir. Özellikle Putin İran'ın üzünü konuda ağda çıkartmasa bozardıktı. Yani qaradan ağa tərəf götürüp yani. Bu bahis olur ki deyək indi İran için, İran hakimiyyəti için məşruiyyət bir problem değil. İndi bütün bunları üst-üstə qoyanda mən bu nəticəyə gəlirəm ki, bu seçim qabaqçılardan fərqlənən çox yəni müsbət mənada fərqlənən elə bir boyutları, elə bir cəhətləri yoxdur. Olsa bu mənfi cəhətdə fərqlənəcəkdir. Çünki İran hakimiyyəti mənim iş fərzimə görə eşikdə, xarici siyasətdə imtiyazlar verməyə çalışacaq, vermək zorunda qalacaq. Bu istər adı olsun nərmişi qəhrəmananə, istər məcburiyyətdən olsun və ya fərqli şəkillərdə bunları belə rəftar eləməyə, belə davranmağa məcbur olacaqdır. İndi bu nəyi bərabərində gətirəcək? Bütün diktator, totaliter rejimlərdə olduğu kimi eşikdə imtiyaz vermək zorunda qaldığı zaman içəridə daha diktator davranmaq məcburiyyətində qalacaq. Bu da fəzanı daha bağlı saxlayacaqdır. İstər Azərbaycan açısından, istər Türklər açısından, istər bütün İran açısından məncə olumlu bir şeyler, yani geniş mənada olumlu bir şeylerin yaşanması veya bizim hətta-əqəl beklentilərimiz, hətta-əqəl gözlədiklərimizin yaşanmasını qeyri-mümkün qılacaq. Odur ki, Azərbaycan açısından bir değişiklik olsa da bu seçimlərdə mənfi mənada olacaqdır, müsbət mənada yox. Mən seçimlərin haqqında, mənası haqqında bunları demək istəyirdim. Meysəm bəy, eyni sualı sizə vermək istəyirəm. Sizin nəzərinizə Azərbaycanlıların və Türklərin açısından bu seçkilərin qabaqki seçkilərlə nə fərqi var? Salam, hörmətli izləyicilərə, sizlərə, Ayaz bəyə. Mən əlbəttə Ayaz bəy qədər mənfi baxmıram bu seçkilərə. Yəni, %100 təbii ki, pozitiv baxamır, fəaliyyət bu qədər ki, indiki durumdan daha bədtər olacaq, heç baxmıram. Baxın, hakimiyyət Türklərə bir dənə avans verir. Vəli niyə bunu verib? Bu çox əcib bir mühim sualdır. Yəni bu iki, Məsud Pezeşkiyan, nümayəndəhay ədvar Azərbaycan, yəni Kolle İranın məclisində baxsanız, məsələn reformist teyfdə, yəni en çox bu etnik mütalibələrdə, geçmişində həssas olan adamdır. Xoş, baxın, əgər məsələn bizim qəsdimiz İranın bölünməsidir, Güney Azərbaycan kuzeye yapışsın, böyle bir kelime kullansaq sonra, yəni İstilahın Güney Azərbaycan hökuməti kurulsun, oya şey olsun. Tabii ki bunu İranda heç kim müsaade eləməz. Yəni bu şayet tənha bir dənə bərəndazi senaryo yönən, o da əgər olsa sonra bir çox büyük savaştan sonra, şimdi bakın mesela Suriye'de indi
bu kadar oldu. Belki Kürtler ayrılmak, belki mesela hatta federalizmi bile yapamadılar Suriye'de. Belki daha sonra o çok o hakimiyet izin vermez yani bölünmeye yani şahçılar falanlar da yani rejim değişse de görürüz o pozisyonda da onlar da mesela bu mesele hassastılar. Hala o pozisyon meselesi ayrıdır. Vəli hatta etnik federalizmi de kimse gelip bu vəziyyətdə şuarını veremez. Yani mesela bu yukarıda mesela bir özel hükümet olsun mesela Pişivari kimin onuna taadülü balansı uva müsaade eder. Hatta Pişivari zamanında da mənim nizami gördük ki balansı uva müsaade eləmədi. Yoksa ki bir ildən sonra o qalardı. Vəli onun dışında eğer biraz ılımlı sistemin içinde baksak mesela modern hareketin bazı uşaqlar şahit bilirlər. Biz bu Yeşil Hərəkətdən sonra ben bir tane sayfa kurdum. Azerbaycan Milli Hərəkəti ve Yeşil Hərəkəti arasında diyalog. Orada benim şeyim buydu ki, fikir buydu ki bu reformcularla ki o zaman çok Yeşil Hərəkətlə özləşdiriyorlardı. Yani birleşiyorlardı. Yani o skoru savunuyorlardı ve hatta şimdi. Ve Azerbaycan Milli Hərəkəti arasında diyalog yok. Yani birisi ki bu iki kimliği birbirine yaklaştılar. İndi şayet Pezeşkiyan zahiren bir adam nəzərə gəlir. Əlbəttə Yeşil Hərəkətin o haləti radikal şeyini kənara qoysaq, çünki Pezeşkiyan biraz muhafazakardır və elə göstərir. Və onun dışında bu reformcu ilə yəni Azərbaycan hərəkətini öz çabasında mənim nəzərimə birləşdirən bir kişidir. Əlbəttə bu indi İranın Cumhurbaşkanı olacaq, əgər olsa mən ümidim ki ola bilsin. Bu tabii ki İranın içinde reformcuların içinde değişik tayfalar var, değişik diskurlar var ve benim nəzərimə bu da biraz tabiidir. Siz bakın ben başka yerde de demişim. Mesela Adalet Sosyal Partisi'ne bakın Türkiye'de çok büyük parti. Siz isteseniz bir tane büyük parti olasınız. Yani büyük İran'da resmi olarak parti yok da ona benzer parti işini gören bir miktar mesela bu reformcu, usulcılar vesaire bu baksan bunların ikisi var. Hop, bunun içinde mesela AK Parti'nin içinde değişik kanatlar var. Birisi var Kürt hareketine daha sempatik bakıyor. Birisi var daha çok Türk milliyetçisidir. Birisi var daha İslamcıdır ve ilahir. Bu reformcular da böylediler. O yüzden bazıları mesela təəccüb edirlər ki, mesela reformun hareketinin içinde hem Axundi var. Çok İran şehri. Elbette mənim nəzərimə biraz ılımlı İran şehri. Hatta taban öz kaderi de böyle bir faşist şeye yaxın şeyde değeri. Vəli İran şehri bir daha şey edir. Vəli o biri tərəfdə də məsələn indi baxın Siddhartha Pezeşkiyan'da məsələn Türk milliyetçi uşaqlardan vardılar, aktivistlərdən vardı. Ama buna bağlayayım ki hakimiyet niye verdi Türklere bu avansı? Bakın biz eğer bir tane şimdi kaç kere harita çizebilseydik bu Zən Zindigi Azadi kadın yaşam özgürlük herkesinde bir tane eğer harita çizebilseydik ki hangi şehirler ve köyler daha aktifti, hangisi daha az aktifti? Azerbaycan daha az aktifti bence. Böyle yani o etnik grupların içinde siz Kürtlerle ki Kürtler bunun başında geliyordu. Çünkü Hasan Mahsami'nin kendisi Kürttü sonra bazı Kürt şehirlerde Saqqızdaydı fikirlem ya hangisindeydi. Azgarlı'da hatta bir gün Kürtlersin şehri almıştı mesela. Muhafızlarını rejimin sonra geri alındı. Orada çok olaylar oldu. O Baluchistan'da ayzen orada da kalkınma oldu. Araplarda ondan önce olmuştu. Hala o bu zaman olmadı. Biraz da Arapların vəziyyəti biraz farklı. Vəli onlar da bu elə bir bu Zəncirdə bu kamil mesela Kürtlər kimi yoxdular. Vəli Türklər az idi. Daha sonra düzdür ki mesela Aylar Haqqı ya mesela hadis əlbəttə o da Çərəzdəydi. Bunlar Türk idilər. Orada vəfat etdi, öldürdülər. Vəli büyük olmadı. Hop. Vəli hem zaman niye olmadı? Çünkü orada bir etnik mutalibeler var ki opozisyon buna cevap vermir ve burada ben bu opozisyona da bağlarım sözlerimde. Bakın indi opozisyonu Cumhur İslami əmələn səltənət tələblər bəd az doğru Trump ki Ayaz Bey də işarə edirlər, səltənətlər dəsti bağlanı tutublar, yuxarı əli tutublar. Yəni vaqiyyət budur ki indi səltənətlər çox pormoddadılar, rəsanələri var. Xassətən büyük rəsanələrdə sən bir tane bərnaməni görsən, ayrı bir tane diskura vermirlər, sən səltənət tələbə bir tane müziği səltənət verilir ki, sən elə səltənət tələbi təbliğ eləsin. Hələ ad aparmıram, ismən vəli vardı, yəni aciz bir. Mən o ki, əsən rəsmi bu diskura axirən məqsən çox vazih təbliğ edir, əlbəttə indi bir website olub, vəli genə də mirası var və el-axir. Hop, biz o mizged Georgetown'a da baxsaq, o mizgeddə Türk yoxdur. Yani siz baksanız o Georgetown ki bu sembolü bu opozisyonun şey ki o da bile qalanmadı, dağıldı. Hatta Kürt vardı içinde. Vəli Azerbaycan'ın
Milli Hareket Yasası konulan bir Türk kimliği öne gelen bir kişi yoktu. Hop ve bu da şayet bir nedendi ki Türkler o harekete katılmadı. Aslında Pehleviçilere bakıyoruz. Pehleviçiler biraz Payranist, Aryanist, hele o şah döneminin diskurlarını, çünkü onlar ne kadar şah dönemine bile intikadı bakmırlar işte, diyorlar mesela orada iştibahlarımız vardı. Onları şeyle yap. Yani hemen diskur için şah, mesela şahın nispetli pişileri var idi. O diskuru bunlar sahiptiler. Hop, hükümet ben mesela bunu gördü. Ona göre bir diskur, yani bir aday ortaya koydu. Elbette ihtimal, eğer kişi kabul, bilmem yani Cumhurbaşkanı bu kadar akıllı değil yok. Vali şahit de zahiren bu işi görüptü. Bir adayı koydu ki hem reformisti ve hem o etnik Azerbaycan etnik milletler o talibe o sistemin içinde. Ve bunlar ikisini birleştirebilir ve opozisyonu ve belendazi, bunu da ahir cümle olarak şeydirəm, təzif eləsin. Bir dənə hədəf nizam bu məsələyi Məsud Pezeşkiyandan ki, əlbəttə axərin tir nizam bu cəhətdə, axərin tir islah tələblərdir. Yəni, əgər ki, bu da şikəsi isə, kollar İranda quftimali belendazi də kamilən olacaq. Budur ki, quftimali belendazi təzif eləsin və biraz reformcuları geri getirsin. Ayaz Bey, bəs bütün bunları nəzərdə alaraq bu dönem seçkilərdə səs verib verməmə məsələsinə necə baxırsınız? Səs verilməlidir, yoxsa verilməməlidir? Və Pezeşkiyanın Türk olması burada nə dərəcədə önəmlidir? Önəmli mi? Bu sualınıza cevap vermemişten qabaq gene iki meseləni açıklamalıyam. Bir, mensup olduğum Azerbaycan Demokrasi ve Tosa Ocağı'nın Merkez Şurası uzvuyam ve bence görüşlerim büyük oranda o ocağın seçimler hakkında görüşleriyle örtüşebilir, bir kısmı da örtüşmeyebilir. Bunu burada açıkladıklarım şəxsi görüşlerimdir. Bunu aydınlaşmasını istəyirəm. İkinci mesele, gene ben başta ortaya koyduğum pişfərz, yani bu seçimlerden anladığım hakimiyetin stratejisinden hareketle bu suala da cevap vermek istəyirəm. Ve iki kısmete ayıracağım sizin sualınızı. Biri seçimlerdir, biri Pezeşkiyan şəxsidir. Mən də indi seçimlerin sabahısı Cumhurbaşkanı sandalyenin üstünde kimin oturmasını istersen sualı net mənə soruşulsa, mənim də ürəyimdən geçen Pezeşkiyandır. O sandalyenin üstünde Pezeşkiyan otursun. Yani ayrı bir seçeneğim yoktur. Ama bu cevap o zamandır ki, deyək, sadece sabah o sandalyenin üstünde kimi görmək istəyirsən sualının cevabı. Ama tabiidir ki, o sandalyenin üstünde oturmak için büyük bir seçim prosesi var ve bu proses yaxşıdır mı, pisdir mi, Türkler için, bizim Azerbaycan için ve bunların hakları için yaxşı bir şeylere mi sebep olacak, pis bir şeylere mi? İndi cevap fərqlənir. Yani sadece koltuğun o sandalyenin üstünde oturmak değil, proses bize ne kazandıracak veya ne kaybettirecek, ne ucuzduracak, onlara da bakmak lazımdır. İndi mən seçim qisməti ilə başlayıram, sonra Pezeşkiyanın şəxsi ilə əlaqəli bir şeylər əlavə etmək istəyirəm. Bu seçkilərdə bir də fərz qoyaq ortaya. Pezeşkiyan çox yaxşı birisidir, bizim istədiyimiz birisidir. Tam da olmasa qayğılarımızı güdən, gözləyən və onun için önemli olan birisidir fərzi ilə qabağa gedək. Bu fərzdə bizim eləyə biləcəyimiz qatılımımız, seçimlərə qatılımımız veya qatılmamağımıza farklı bakışlar vardı. Ben son günlerde hem İran içinde hem eşiğinde bunu kumar teorisiyle, kumar stratejisiyle değerlendirenler vardı. Bu Pascal'ın Allah'ın varlığıyla alakalı ortaya koyduğu bir kumar meselesi var. Bunu siyaset biliminde, içtimaiyatta, toplumsal bilimlerde de uygulayanlar var veya dillendirenler vardı. Biz o bakışla gəlin baxaq görək bu seçimler necə baxıla bilər. Bir kumar mıdır Cumhurbaşkanı seçimleri ve Azerbaycanlılar, Türkler bu kumarı oynamalı mı, oynamamalı mı? Veya indi aslında kumar oynayan bir taraf midir Azerbaycanlılar, Türkler? Bence değiller. Azerbaycanlılar bu kumar oyununda deyək ki bir at yarışıdır, 2 nefer yarışacak. Azerbaycanlılar sadece her iki tarafın sponsoridir. Maalesef ve acı olan budur. Her iki tarafın. Hem hakimiyetin sponsoridir, hem silah talepleri. Silah talepler udsa Azerbaycanın oyunu udacaq, hakimiyyət tutsa Azerbaycanın müşarakəti ilə məşruiyyəti daha da güclənmiş olacaq. Amma qazandığı nədir? Azerbaycan bu iki
yarışçının heç iki tərəfi deyil. Kumardan qazanan, gərək oynayan bir tərəf olur. Amma biz maalesef sadəcə bir açıq çeki sevit vermişik hər iki tərəfə. Məncə belə görsənir vəziyyət. Dolayısıyla mən bunu demək istəyirəm ki, bu qumar teorisi ilə bu seçimlərə qatılıb qatılmamaq əslən açıqlaya bilən bir teori deyil. Əgər də qərar olsa bir qumar şəklində baxaq, bu bənzəyər Molla Nəsrəddinin gölə maya çalmağına. Ki Molla Nəsrəddin Urmu gölünə maya çalırmış, o zaman da suyu bol imiş, qurutmamışdılar və deyirlər ki, niyə maya çalırsan? Deyir, qatıq tutmaq istəyirəm və deyirlər ki, axı göldən süd deyil ki, qatıq olsun. Deyir, ya olursa, ya tutarsa. İndi bizim Azərbaycanlıların qumar teorisi ilə əgər bu seçimlərinə qatılıb qatılmamaqlarını dəyərləndirəcək olsaq, gələk bu teori ilə baxaq. Azərbaycanlılar gölə maya çalmaqla bir şey qazanmaq istəyirlər. Tamamen boş bir qumardır. Uduzacağımız öncədən, qabaqcadan bilinən bir qumardır bu. Və bu qumar oynamaq heç bir ağıllı insanın işi olmamalıdır. Odur ki, məncə bu teori ilə açıqlana bilən bir şey deyil. Əgər də olsa, maalesef bizə olumsuz gətirisi olacaqdır. Və seçimlər haqqında son əlavə eləmək istədiyim məsələ ikiyə ayırmışdım seçimlər qismətini və sonra pezeşkiyan. Son demək istədiyim Cumhurbaşkanının ixtiyaratı, yetkiləri, Cumhurbaşkanının hansı yetkilərə sahibdir ki? Özü, indiyə kimi Cumhurbaşkanı olan şəxslər, elə islah tələbi də usulgərasıdır. İndiyə kimi dəfələrcə deyiblər ki, biz sadəcə tədavülqatçıyıq və pezeşkiyan da cəlibdir ki, bunu deyil. Sadəcə nizamın politikalarını, siyasətlərini və özəlliklə rahburdi siyasətləri və üst məqamların əliyinə şəkillənən siyasətləri qabağa aparmaqla məsuldur. İndi biz indiyə qədər üst məqamların və ya Cumhur İslaminin əsli planlarının, siyasətlərinin içində bizə veriləcək bir haqq gördükmü ki, pezeşkiyan gəlsin onu gerçəkləşdirsin? Və ya belə bir sezimiz mi var? Bu dəfə Cumhur İslam bir şey mi vermək istəyir ki, pezeşkiyan da onu gerçəkləşdirsin? Belə bir şeyə Cumhur İslaminin indiki aşamada ehtiyacı mı var? Bəlkə burası düşünülə bilər. Cumhur İslaminin indi belə bir şeyə ehtiyacı bəlkə vardır. Amma mən bu konuda əmin deyiləm. Amma o birisi sualların hamısına yox deyirəm. Bir yetkisi yoxdur, ixtiyaratı yoxdur, heç bir şey eləyə bilməz. Əgər də istəsə bizim Azərbaycanlılar türklərin haqları, hüquqları ilə əlaqəli bir şeylər eləyə, bu qanun yolu ilə keçəcəkdir. Qanun da məclisdə keçməlidir. Məclisdə də heç bir gücümüz yoxdur. Pezeşkiyanın da heç bir gücü yoxdur. İndiki məclisdə usulgərələrin əlində olan bir məclisdir. Ki zaten hər şeydə məclisdə şəkillənmir. Şurayı Ali Əmniyyət Milli var, Məcmuə Təşxis Məsləhəti Nizam var və pezeşkiyanın bir sonraki seçim doğru için düşüncələri və qayğıları olacaqdır. Oradakı səlahiyyətini düşünəcək. Odur ki, indi mən oradan olumlu, pozitiv bir şey gözləmirəm. İndi pezeşkiyanın öz kimliyinə və karakterinə gəlmək istəyirəm. Çox qısa. İndiyə kimi pezeşkiyanın verdiği şuarlar, hoşumuza gələn şuarları hansı nümayəndə verməkdir ki, istər Cumhurbaşkanı seçimlərində olsun, istər məclis nümayəndələri adayları olsun. Hamısı o gözəl şuarlardan verirlər. İstər usulgərə olsun, istər islah tələb olsun. Qaldı ki, pezeşkiyanın mənsub olduğu islah tələb teyfi ən çox türk qarşıtı olan teyflərdir. İran şəhərlərin yuvası olaraq bilinən teyflərdir. Odur ki, verilən şuarlara anlamamaq lazımdır məncə. İkincisi zid şuarları da var. Bizim hoşumuza gəlməyən şuarlar. Mabadı Kürdistan olaraq tanıtması, sonra bizə bəyaniye əqvamda Azəri xitab eləməsi ki, bu çox böyük həssasiyyətlərimizdən olduğunu bilməlidir. Əgər bilmirsə bu zəfidir. Məncə bilir, bu xətanı edib. Əgər bilmirsə zaten çox böyük zəfidir. Bir də o bəyaniyədə ilə bastan qirayı izləri görsənir. Bunların hamısı görsənir ki, Pezeşkiyan karakter olarak o birisi indiyə kimin sadece şuarla, sözlə danışanlardan çok farklı olmayacak. Ama kazansan olacak, kazanmasan olacaktı. Pezeşkiyan kazansa Allah eylesin kazansın. Yani bizim için değişen bir şeyler olacak tabii ki. Ama eğer evvel kazanmasa, Pezeşkiyan kazanmasa, Türkler aktif ve oyun kuran bir aktör olmaktan çıxacaq. Nəinki bu gerçek mənada belə deyil, oyun kuran değiller. Sadece öz ruhiyemizi, psikolojimizi uzacaq ki, Türklər artıq oyun kuran bir aktör değil. Buna inanacaq. Bu da bahis olacaq. Türklər getdikcə özlərini daha asimile edəcəklər və ruhiyyə zəfinə səbəb olacaq. Ama başka bir şey de var. Türklər, Meysən bəyin işarə elədiyi kimi o xəritədə çizmək istədilər. Olaylarda Azərbaycanlıların qatılımı az idi. Niyə? Çünki Azərbaycan artıq özünə bir mərkəziyyət qaildir.
Azərbaycan özünü Tehran mərkəzini və ya ayrı mərkəziyyətçi düşüncələrinin bir çevrəsi, bir periferisi olaraq görmək istəmir. Artıq özünü sentra qoymaq istəyir. Mərkəziyyətçi bir düşüncəyə sahib olmaq istəyir və bu seçimlərdə uduzması elə bu mərkəziyyətçilikdən də artıq uzaqlaşdırması anlamına gələcək. Hətta qatılsa, əgər Pezeşkiyan çıxmasa, çox böyük bir sorun olacaq. O da budur ki, indiyə kimi Azərbaycanın göstərdiyi bu rəftar biraz öz nəqsini göstərmiş olacaqdır. Bu qədər. Sağ olun. Meysəm bəy, siz bu konuda nə düşünürsünüz? Yəni, səs vermək, intixabatda rəy vermək ya da rəy verməmək məsələsinə necə baxırsınız? Yəni, rəy verilməlidir, yoxsa yox? Verilməlidirsə, niyə verilməlidir? Verilməli deyilsə, niyə verməmək lazımdır? Və buradan yola çıxaraq Pezeşkiyanın türk olması bu məsələdə nə qədər əhəmiyyətlidir sizcə? Əhəmiyyətlimi? Baxın, mən ki, şəxsən rəy vermək tərəfindəyəm. Bəli, biraz təhlil məqamında da baxsaq məsələyə. Baxın, əvvələn ki, indi əz bir də çox nöqtələr buyurdular. Bəzilərindən müvafiq deyirəm, bəzilərindən müvafiqəm. Bəli, kollən burada bizim, baxın, bəli, bəzi sözlər ki, Ayaz bəy də buyurdu. Təbiətən bizim bu İranda kolliyyətə bu opozisyonda da biz bunu eşitirik mühalifətdə. Ayaz bəy onu, yəni Azərbaycan çərçivəsində şeylərdir. Yəni onu biz lokallaşdırdı. Bəli, bəzi aynı argümanları ki, məsələn, biz nə əli gətirəcəyiz oy kullansaq? Bunu Tehrandakı birisi də məsələn bunu sora bilir. Ya Şirazdakı, nə işə gəlir, nə faydası var? Mənim də bir dənə cavabım bu sözə budur ki, baxın, təbiətən biz bu hakimiyyətlə varidi müamilə oluruq. Və məsələ əmələn əgər müvəffəqiyyət olsa, şayad bir dənə board müamilədir. Baxın, əgər biz təsəvvür edirik ki, kollən, yəni board vaxt, yəni biz qazanaq, hakimiyyət kollən qayb elə. Belə bir oyunda, böyle bir oyun olamaz. Nə izin opozisyonun, muhalefetin ki Azərbaycanda ki hələ tək sadəcə Azərbaycan muhalefet olsun ki kollu muhalefet. Öyle bir gücü yoktur. Olsaydı buyursunlar. Yani bakın en yani bunun zirvesi Mahsa hareketiydi. Mahsa hareketinde ne oldu? Rejim mi devrildi? Tamam rejim sarsıldı, zorlandı. Böyle bir tane manevra verdi. Önemli manevrası da orada Arabistan'la, Suudi Arabistan'la revabetini düzeltme ve şayet bazı medya ki orada muhalefeti çok güçlü destekliyordu. O Arabistan arkasındaydı. O şekilde biraz onları da yumuşattı ve kollar fazla değişildi ve ayrı bir şey. Hop pes. Hükümet bir manevralar da verir ki elbette bu seçim de şayet o manevraların içindedir. Hayli hop. Eğer derset bazı board vaxt yani bir şey için kullan hakimiyet, hamleyi kullan kaybeder, muhalefet kazanır. Feylen memnizame böyle bir oyunumuz yoktu şeyde. Yani pes muamele elemek zorundayız. Zahiren o da elini muameleye uzatmış şey. Herkes sürpriz oldu. Bakın ıslah talebler de dediler ki biz 3 ay adayımız var. Bir gün şuranı yaban o listeye çıkartmadan kabak dediler biz 3 ayın içinde. Eğer birisi olmasa biz boykot edeceğiz. Yani katılmayacağız. Hala boykot etmedi de katılmayacağız. Ve onların üçünün birini verdi. Pezeşkiyan üçün biriydi. Ve hatta o biri mesela Ali Arizan için ayrı adaylar için şimdi olsaydı böyle bir söz olacaktı. Kim çekilsin kenara yani ikinci tura kalması bu sözler şu iki tane birbirinin oy tabanı benzer olan şimdi öyle bir aday da kalmamış. Yani ıslah talebeden bir nefer. Hop hakimiyet ve her suret şayet siz diyesiz benabe istirar. Ayaz Bey de buyurdu. Mentekede çok sefih vaziyettedir. Mənim nəzərimə ittifaqın məşruiyyətdə ihtiyacı var. Ve buradan da bu söze bağlayayım. Cumhur İslami bunu əldə bir dənə həm nəvid ola bilər, müjde ola bilər bələndazlara. Şimdi Azərbaycan çiçek kolluyor İran'da ve hem de şey. Eğer ki bu seçimde Pezeşkiyan kazanmazsa İran'da sadece belki de bələndazı kalacaktır. Yani muhalefetle hakimiyet arasındaki mesela çözmek için. Çünkü ve o bələndazı da savaşa yani çok büyük bir savaşa gidiyor. Çare de kalmıyor. Çare hükümet özü de bunun farkında. Niye? Çünkü siz təsəvvür edin. Eğer ıslah tələblər. Şimdi çok adam heysiyetini koydu. Ben özüm dahil mesela gelip indi Pezeşkiyan'la indi. Mesela asbı bazen de eğer olsa Pezeşkiyan da sizi 4 yıl sonra gene de böyle bir seçim olsa da Pezeşkiyan'dan daha güçlü kimi çıkaracaklar. Orada da insanlar hiç katılmaz. Ve amelen olacak ki ve Goftimalı Bələndazı şimdi haricəsi İran'da medyası da vardı. Her şeyi de vardı. Vəlon onun da özünün deyəm idələri yoxdur. Bəli qoftimanları var ya, iddia əməlləri yoxdur. Nə üçün siz bu işi? Bəli dərs o qəbul olacaq. Çünki xalq buna girəcəklər. Heç alternativ yoxdur. Mənim nəzərimə hakimiyyət özü də bilir.
Yəni hakimiyyətin özünün də şahid nəfinədir ki, indi Qalibov Cəlili olmaya və Pezeşkiyan gələ. Bəli, mənim kiminlərdə demişik, xeyli xob, ay hakimiyyət, sizlə müamilə, sən xeyli xob, əgər sən bunu qəbul edən, mən də sənə hazırəm müamilə. Mən əslində, məsələn, mən Bələndaz opozisyon kimi deyirəm, heç şəkildə mən şey deyirəm, yəni bu, Bələndaz fikrim yıkıcı deyə biliriz Türkçədə. Yıkıcı opozisyon, yəni mən heç şəkildə səndən kompromiz etməyəcəm, yəni hər şəkildə sən, yox, mən sən imtiyaz əgər versən, xob bir dənə Türkiyədə, bir də reformcuya. Əlbəttə, reformcu, baxın, İran İslam Cumhuriyyətinin anayasa çərçivəsində. Bu da önəmlidir. Baxın, bir dənə çox nə deyirlər? Xob, bu anayasada, xanım, bu anayasanın içində çox işlər görülemiyor. Doğrudur, baxın, bu anayasanın mühüm müşkülatı var. Bəli, bu anayasanın sadəcə bir dənə təfsiri yoxdur. Mən bunu qəbul eləmirəm və potansiyelsiz deyil. Baxın, millətin haqları deyə bir bölümü var. O neçə dənə 30 tane 15 neçə dənə maddəsi var imtihana və orada o belə icra olsa bir şey ki Hüseyin Musavi zamanında diyordu icra bir tənazül qanun əsası. O fərq elər, yəni onun yəni orada Cumhurbaşkanı kim ola ona icra eləməmiş. Rəisi onların çoxunu sallamışdı. Yəni rəisi orada ya tondravanı tərin təfsir, en aşırıcı təfsir yorum İran anayasasından vardı. Bəli, bu yorum değişə bilər. Yani bakın bir məhd düşünün. Kur'an sabitdir. Değişik maddeleri var. Birisi savaşa davet edilir, biri rahmete, birisi gelip ondan mesela işit de çıkardır. Elbette məl farıq da, azizdən, belə şey deyəm. Birisi de var mesela gelip ondan Ay Müstəlik Şəbis, Muhammed Müstəlik Şəbisləri gibi, dini entelektüellər gibi içindən demokrasi de çıkardı. Yani bu sizin yok. İran anayasası da bəzi hədlərdən və bu tərz mətnlərdə, çox çelişkili mətnlərdə böyle bir iki farklı yorumlara da açıqdılar. Dərhal surət, mən dedim, əgər ki, birisinin bizim əgər mütalibəmiz İranın rejiminin değişməsi ola, təbii ki, bu seçimə katılmanın o mütalibəyə ələ gətirməyiz. Ama əgər mütalibəmiz ola ki, pratik, şimdiki sistem içində biraz halk nəfəs çəksin, biraz halkın ekonomisi, biraz halkın Azərbaycanın cəhətdə kimliyi, biraz halkın biraz özgürlüğü, biraz belə Amerika ilə biraz düzəltsinlər, biraz şey olsun, biraz hep yasaklar geliyor. Yani dünyanın savaşa böyle bir hal oldu. Gazze Savaşı'nda daha çok bula Şahinler iç üstündeydi bu reisin döneminde. Belki orada da bir seri barışa doğru bir hareketler ola. Elbette ki Ay Pezeşkiyanın çok salişleri vardı. Ve bir tane de ben bir şey size izah edeyim. Elbette bir tane de şüphe de çelirler. Pezeşkiyan necə bu məclisin əlindən gələ bilər? Mən deyirəm Xamneyinin yolunda və ittifaq ona görədir ki, Xamneyiyə sərt atışmır, hiçbir şey demir ona karşı. Bakın İranın sistemində Xamneyi her şeyin başındadır. Yani bir dənə məclisi 100% usulgüra da eğer ki onun kabinəsini Xamneyi on beyti desə ki, bunları geçirin. Ya bir önemli geçirin. Bir desə ona bir daha mektup yazar, geçirirler. Yani böyle bir kudresi ve güc odakları yani güc balansı açısından yani güc muvazinesi açısından o mecburdu ki onunla arasını iyi tutsun ki onun vasıtasıyla bu tipleri yani Zakani'dir, bu Galibaf'tır, hele en ılımsı Galibaf'tır, Cəlilidir. Bu tipler şimdi mecliste doldurulur ve hakimiyetleri çok nüfuzları var. Bunlara qələbə elə bilsin. Bir daha da axir sözdə izafeliyim dərmudi şivəyə Pezeşkiyan. Bakın Pezeşkiyan bilirsiniz de indi bazen de nəqd oldu, şey oldu. Və indi yavaş-yavaş biz bilirik bundan kastı nə mənadır. Hep bir karşınaşlar. Ekspertler, karşınaşlar. Mesela her şey soruyorsun. Diş işləri məsələsi, iç işləri məsələsi, nə şey. Hop, əvvəl nigahda sən fikirsən ki, hop bu bir tane zəif şahid ola da. Vəli ittifaqən iki tane son münazirələrdə gördünüz. İki tane karşınasını özüyle apardı. Birisini Zərifi apardı karşınası olarak televizyonun bərnamələrində. Birisi de bu Ay Fazilini. Ve ikisinde de olay çıktı. Yani onlar bir sürü sözler dediler. Çok da hakimiyetin o sert bölümü falan, o aşırıcıların hiç hoşuna gelmeyen şeyler. Birisi ki Fazili olarak ki zaten yakasından mikrofonu attı, kalktı oradan. Keşke İran'ın televizyonunda olmayan bir şey. Ve Zarif de çok sert konuştu yani. O Amerika'nın müzakereler savundu, Bercam'ı savundu ve ilahir. Hop, pes nəzərə gəlir ki, ittifaqın Pezeşkiyan bir adam olacaq ki, özü çok diktatör bir müdür olmayacaq. Çok yerlerde belki de hatta size ayrı diye mağam malzeme rəhbər. Hətta onlar da məmurlar keçmən daha kolledə zətdə deyil. Və əmələn bu ekspertlərlə bırakarak işi ki, ekspertlər de o İran çerçevəsində rejim. Vəli çok farkı var. Onun ekspertlərinin İbrahim Rəisinin ekspertləri, yani ekspert olmayan sadece Hizbullah adamlar. Bunlara bırakarak
bir sürü şeyi hem bir demokratikleşir bu yönetim yani müdüriyet İran'ın yönetimi hem de aşırıcılıkın önünü kesir ve o yüzden benim nizamı o cihetten mühim farklar göreceğiz onun yönetim, müdüriyet tarzıyla ve İbrahim Reis'inin için. Eğer şərbətə qazanmasa üçün çok peşdir. Çox sağ olun hər iki qonağımıza, həm Meysən bəy sizə, həm Ayaz bəy sizə çox təşəkkür edirəm dəvətimizi qəbul edib bizə qatıldığınız üçün və fikirlərinizi həm bizimlə, həm də dinləyicilərimizlə paylaşdığınız üçün çox sağ olun, çox təşəkkür edirəm.